Əziz xanımlar, mən də vaxtilə sizin kimi idim. Sosial şəbəkələrdə gördüyüm lüks həyatlara baxıb, öz sadə həyatımla narahat olurdum. Düşünürdüm ki, nəsə çatmır, yetmir. Amma sonra anladım, hər şey göründüyü kimi deyil. O parlaq kadrların arxasında illərlə zəhmət çəkənlər də var. Sadəcə görüntü üçün göstərənlər də. Əsas olan sənin həyatındır. Sənin öz yolun, öz inkişafın və öz uğurun. Başqasının süfrəsinə baxıb öz süfrəndən küsmə. İnamla, səbirlə və sevgi ilə gedilən yol ən doğru yoldur. Mən hələ yolun üzərindəyəm və bu yolda sizin də yanımda olmağınız mənim üçün ən böyük motivasiyadır. Kanalıma, videolarıma baxıb, bəyənib, rəy bildirməyi unutmayaq. Sizləri sevirəm, qucaq dolusu öpürəm.